Yay aylarında süfrəmizdə tez-tez yer alan qarpız təkcə dadlı və sərinləndirici meyvə olmaqla kifayətlənmir. Eyni zamanda hər mövsümdə onunla bağlı narahatlıqlar gündəmə gəlir. Bəzən insanlar qarpız yedikdən sonra narahatlıq hiss edir, həzm problemləri yaşayır ki, bu da öz növbəsində qarpız təhlükəlidirmi sualını ortaya çıxarır. Bu videomuzda qarpızla bağlı yayılmış yanlış fikirlərə birlikdə aydınlıq gətiririk. İctimaiyyətdə geniş yayılmış yanlış fikirlərdən biri budur ki, qarpızdan zəhərlənmənin əsas səbəbi onun tərkibindəki nitratlardır. Qeyd etmək lazımdır ki, yaşıl yarpaqlı tərəvəzlərdə, xüsusilə kah və ispanaqda nitrat miqdarı qarpızdakından xeyli miqdar yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi norma əsasında orta çəkili bir insan üçün nitratın gündəlik maksimum qəbul həddi 222 mg-dır. Orta ölçülü qarpızda olan nitrat miqdarını nəzərə aldıqda təhlükəli səviyyəyə çatmaq üçün bir insanın ən azı 2 kq qarpız istehlak etməsi lazımdır. Bu səbəbdən qarpızdan zəhərlənmə halları daha çox nitratla yox, mikrobioloji çirklənmə ilə əlaqələndirilir. Belə ki, qarpız kəsilməzdən əvvəl yaxşı yuyulmadıqda bıçaq vasitəsilə bakteriyalar qarpızın daxilinə keçə bilir. Kəsilmiş qarpız uzun müddət otaq temperaturunda saxlanıldıqda tərkibindəki mikroorqanizmlər sürətlə çoxalır. Soyuducuda üzəri açıq şəkildə bir gündən artıq müddətdə saxlanılması isə mikroorqanizmlərlə çirklənməyə səbəb ola bilir. Nəticədə mikroorqanizmlərlə çirklənmiş qarpızın istehlakı zəhərlənmə riskini artırır. Zəhərlənmə hallarının qarşısını almaq üçün qarpızın alışı, saxlanılması və istehlakı zamanı aşağıdakı qaydalara riayət etmək vacibdir. Qarpızın səthi təmiz, bütöv və çatlamamış olmalıdır. Kəsilməzdən əvvəl axar su ilə yaxşı yuyulmalıdır. Qarpız yalnız təmiz bıçaq və təmiz səthdə kəsilməlidir. Kəsildikdən sonra 2 saatdan artıq otaq temperaturunda saxlanılmamalıdır. Küçədə kəsilmiş qarpızı isə almaq tövsiyə edilmir. Qarpız istehlakından sonra ishal, qusma, qarın ağrısı və ya qızdırma kimi simptomlar yaranarsa, dərhal tibbi yardım almaq vacibdir. Qida mənşəli zəhərlənmələrin qarşısını almaq üçün gigiyena və istehlak qaydalarına ciddi şəkildə riayət edilməli, həmçinin bu kimi məlumatlar yalnız mütəxəssislərin tövsiyəsi və rəyinə əsaslanmalıdır. Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək.